Gürcüstanın baş naziri İrakli Qobaxidze ölkənin katolikos patriarxının dəfnindən sonra ilk qiymətləndirmələrini verib. O, 2-ci İlyanın xidmətlərindən və ölkə üçün gördüyü işlərdən danışıb. Son günlərdə cəmiyyətin birliyini və inancına münasibətini dəyərləndirib. Onun sözlərinə görə son günlər göstərdi ki, cəmiyyətin böyük əksəriyyəti üçün dəyərlər, kilsə və dövlət əhəmiyyətlidir. Lakin bu mövqedən uzaq duran kiçik bir azlıq da mövcuddur. Sioni Patriarxal Kafedral məbədində vətəndaşlar fasiləsiz olaraq mərhum patriarxın məzarətini ziyarət edir, ona sevgi və minnətdarlıqlarını bildirirlər. Onun dəfn olunduğu yerdə ruhunu yad olunması üçün hər gün anım mərasimləri keçirilir və bu 40 gün davam edəcək. Məzarın abadlaşdırılması işləri hələ tam başa çatmadığı üçün yaxınlaşma məhdudlaşdırılıb. Buna baxmayaraq vətəndaşlar hər gün səhər saat 8:00-dan gecə 22:00-dək məbədi ziyarət edə bilərlər. Gürcüstanın birinci xanımı Tamar Bagratyoni ABŞ-da görüşlər keçirir. O, Melania Trump'ın dəvəti ilə Vaşinqtonda səfərdədir. Tamar Bagratyoni müxtəlif ölkələrin birinci xanımları və samit iştirakçıları ilə görüşüb. O cümlədən Bridget Macron ilə də bir araya gəlib. Görüşlər daha yaxşı gələcək üçün birlikdə adlı qlobal samit çərçivəsində keçirilir. O, həmçinin Melania Trump tərəfindən təşkil olunmuş işçi sessiyasında da çıxış edib. Gürcüstanın birinci xanımı Vaşinqtonda Qadınların Sağlamlığı İnstitutunun prezidenti Valeri Haber və Ailələrin Dünya Konqresinin prezidenti Brian Brown ilə görüşüb. Görüşdə ABŞ-dakı Gürcüstan səfiri, həmçinin Gürcüstanın təhsil və elm sahəsinin nümayəndələri iştirak ediblər. Müzakirələr əsasən qadın sağlamlığı və ailə dəyərləri mövzusuna həsr olunub. Tamar Bagratyoni Gürcü mədəniyyətində ailə dəyərinin xüsusi rolunu vurğulayıb. İran ABŞ-ın müharibəni dayandırmaq təklifini nəzərdən keçirir. Xarici İşlər naziri Abbas Araqçı bildirib ki, tərəflər arasında mesaj mübadiləsi aparılır, lakin bu proses hələ rəsmi danışıqlar mərhələsində deyil. ABŞ İranın nüvə proqramından, ballistik raket istehsalından və regiondakı qüvvələrə dəstəyindən imtina etməsini tələb edir. Tehran isə müharibəni bitirmək istədiyini, lakin bu şərtlərlə razılaşmadığını açıqlayıb. İran həmçinin Hörmüz boğazında müttəfiq ölkələrin təhlükəsizliyini təmin etməyə hazır olduğunu bəyan edib. Ağ Evin mətbuat katibi Caroline Levitt bildirib ki, Vaşinqton və Tehran arasında danışıqlar davam edir. O, bu açıqlamanı Tehranın ABŞ-ın təklif etdiyi sülh planını rədd etməsindən sonra verib. Levitt vurğulayıb ki, Donald Trump sülh razılaşması əldə olunmasa, İrana qarşı çox sərt tədbirlər görəcək.